Salam dostlar. Bugün sizə ağaclara toz kükürdün necə verilir, nə üçün verilir onun haqqında danışacağım. Deməli, ildə mən öz bağıma 2 dəfə verirəm. Bir çiçək açmamışdan qabaq, hələ tumurcuqlayandan sonra yarpaqlar biraz açılan vaxtı. Bir də yarpaqlar töküləndən sonra payızda verirəm 2 dəfə. Nə üçün yəni damlamadan vermirəm? Yəni ağacın dibinə səpilən şəkildə verirəm. Çünki damlamadan verəndə tez həll olur. Əllə kökünə dairəvi şəkildə səpələyəndə isə yavaş-yavaş əriyir, gecitir torpaqdan. Xeyri nədir bunun? Yəni İyinə görə, məsəl üçün, qırmızı hörümçəkdir, zərərli, məsəl üçün, həşəratlardır, yaxın gəlmir. Məsəl üçün, tozlanma çiçək açan vaxtda atmaq olmaz. Çünki çiçək açan vaxtda arılar bildiyiniz kimi tozlanmada iştirak etdiyi üçün bu qoxuya gəlməyə bilərlər. Yəni, onu diqqət edin ki, güldətsə ağac atmaq məsləhət deyil. Deməli, ikincisi, yəni kökündən ona görə eləyirik ki, deməli, özünüz bilirsiniz ki, yəni bağbanlar bu işlə məşğul olanlar bilir ki, ağaca kökündən xəstəlik daxil olarsa, bilirsiniz ki, müalicəsi çox çətin olur. Yəni, bunu atmaqda məqsəd odur ki, məsələn, digər bir, belə deyək, gübrələrdən biz istifadə eləyəndə, torpağın, məsəl üçün, pH səviyyəsi qalxır. Belə deyək də, ərimir gübrələr. Toz kükürd münbitləşməsində, pH səviyyəsinin torpağın aşağı düşməsində yəni əvəz edilməz xidməti var, yəni belə deyək. Əgər siz, məsəl üçün, torpaq analizi etmişsinizsə, həqiqətən də sizin torpağınızda pH səviyyəsi yüksəkdirsə, ağacın çətiri boyu səpələyib belləməyiniz daha məqsədə uyğundur. Məndə isə bu torpaq analizi eləmişəm, pH səviyyəsi normal olduğu üçün mən dibinə səpələyəcəm. Yəni bu kükürdü səhər tezdən, bir də axşamüstü, yəni temperatur 15-20 dərəcədən aşağı olanda, yəni 20 dərəcədən aşağı olanda atmağınız daha məsləhətlidir. İndi isə bunu necə istifadə edəcəyik, onu göstərəcəm sizə. Gördüyünüz kimi vedrədə mən daşıyıram, daşınmaq asan olur. Yəni necə səpirik ağacın dibinə? Götürürük əlimizlə, yəni əlimizin içinə gələcək bir şəkildə. Bu cür kökə yuxarıdan yoxa, aşağıdan səpirik ki, yəni bu nəfəsimizə, gözümüzə, dərimizə düşsə yandırır. Yəni fəsad verə bilər. Ona görə özümüzü qorumaq üçün bu şəkildə əlavə edirik. Deyə bilərsiniz ki, təkcə mən gilası çəkirəm deyə gilası atıram. Yox, nektarinə də atıram, nara da atıram, armuda da istifadə eləyirəm. Yəni bağda nə qədər ağac varsa gördüyünüz kimi hamısını istifadə eləyəcəm. Yəni əlimdə bu, yəni sıxmadığım qədər, yəni nə qədər yerləşirsə o qədər. Çox atmayın. Çox atsanız yarpaqda yanıqlıq xəstəliyi yarada bilər. Ervina, bakteriyal çürümə. Çox sağ olun. Əgər video sizin üçün xeyirli oldusa, videonu bəyənib kanalıma abunə olaraq dəstək ola bilərsiniz kanala. Nəsə bir sualınız olsa, kommentlərdə yazın, cavablandıracağım.